Məni tanıyanlar bilir ki, mən ətsiz dolmanı çox sevirəm. Özəlliklə də türklərin yapraq sarması tam mənim ağız dadıma uyğun bir yeməkdir. Bu yaxınlarda kəşfətdə bir xanımın əməkөməncə dolması hazırladığını gördüm. Gördüm ki, bağda iri yarpaqlı əməköməncilər var. Onları yığdım qaynar suda, biraz yumşaltdım. Daha sonra bol soğan içərisinə ədviyyatlar əlavə elədim. 1 stəkan yumruduyu qarışdırdım, üzərinə çıxana qədər su. Alaçı bişməlidir. Biraz da tomat pastası əlavə elədim. Üzərinə istədiyim göyərtləri. Bilirəm ziyanlıdır, amma ilk dəfədir demək olar ki, istifadə elədiyim o bulyonu da əlavə elədim. Normalda mətbəximdə qətiyyən hazır bulyon istifadə eləmərəm. Buna biz tərəfdə yavan dolma da deyirlər. İçərisində ət olmur. İnanın səmimiyyətimə bu videonu sırf bu dolmanı ürəyim istədiyinə görə hazırlayıb çəkdim ki, sizlərlə də bölüşüm. Dolmanın altına sümüklü ətlər də düzəndə çox ləzzətli olur. Mən qanadla bu səfər eləmək istədim. Normal yarpağı da bükdüm, əməköməncə yarpaqlarına da bükdüm. Yəni bunun dadını sizə təsəvvür edə bilmərəm. Bilmirəm, bəlkə də mənim ağız dadıma uyğundur. Biraz zeytun yağı, biraz kərə yağı, sarımsaqlı qatıqla bilirsiniz necə ləzzətli olur. Evdə bunu məndən başqa inanın ki, heç kim yemir. Haydi bismillah. Belə çevirdikdən sonra biraz gözlədim. Daha sonra qazanın altına vurdum və olduğu kimi tamamilə qaba çıxdı. Sizi bilmirəm, amma mən bunun dadından doymuram. Ətli dolma bir yana mənim üçün bu başqa bir ləzzətdir. Bəs siz necə düşünürsünüz? Əməköməncə dolması yemisiniz?